figurları birlikte öğrenek. Bugün biz sizinle trapesiya figurunu öğreneceğiz. Trapesiyanın 4 tarafı ve 4 bucağı var. Salam. Salam Juju. Bize trapesiyanın bucaqlarını ve tərəflərini sayarsan? Əlbəttə. Gəlin başlayaq. 1 2 3 4 İndi isə gəlin tərəfləri sayaq. 1 2 3 4 İndi isə gəlin trapesiya figurasında olan əşyalara baxaq. Ətək. Bu ətək trapesiya formasındadır. Masa. Bu masanın üstü trapesiya formasındadır və onun 4 tərəfi və 4 bucağı var. Çanta. Bu çanta trapesiya formasındadır. Sağ olun uşaqlar. Gələn görüşlərə dək. Bugün biz sizinle trapesiya figurunu öğrendik. Gelen görüşlərə dək.